Salam arvatınız xeyir olsun. Biz bugün 6-cı coğrafiya iş dəftərindən bölmə 1.1 və bölmə 1.2-nin ümumiləşdirəcək sərflərcəsinə baxacağıq. Gəlin vaxt itirmədən mətni oxuyaq və suallar cavablandıraq. Sel və daşqınlar insan həyatında, yaşayış məntəqələrinə, sənaye və kənd təsərrüfatında külli miqdarda ziyan vurur. Ziyan vuran fəlakətdir. Hər 170 milyona yaxın insan daşqınlardan əziyyət çəkir. Qlobal istiləşmə, ətraf mühitin çirklənməsi, əhalinin sayının çoxalması, şəhərləşmə və torpaqlardan istifadə dəyişməsi səbəbindən də daşqınların sayı və miqyasını genişləndirmişdir. Hindistanın yuxarı Krişna hövzəsində sel daşqınları təhlükəsiz özəş ərazilərdən biridir. Mətni oxuduq və mətni gəlin təhlil edək. Baxın, sel daşqınları nəyə ziyan vurur? Baxın, məntəqələrə ziyan vurur. Daha sonra sənayeyə ziyan vurur, kənd təsərrüfatına ziyan vurur. Necə ziyan vurur? Külli miqdarda ziyan vurur. Daha sonra bu necə bir fəlakətdir? Təbii fəlakətdir. Hər il neçə milyon daşqınlardan əziyyət çəkir? 170 milyon insan daşqınlardan əziyyət çəkir. Bəs daşqınların yaranması və genişlənməsi səbəb nədir? Baxın, qlobal istiləşmə, ətraf mühitin çirklənməsi, əhalinin sayının çoxalması, şəhərləşmə, torpaqlardan istifadənin dəyişməsi səbəbindən daşqınlar miqyası genişlənmişdir. Baxın, mətndə bizə belə bir nümunə bir bölgə verib. Hindistanın yuxarı Krişna bölgəsi, yəni yuxarı Krişna hövzəsi də sel daşqınlar təhlükəsiz üzləşən ərazilərdən biridir. Və bizdə ada deyir ki, bu daşqınların miqyasını bizdən soruşur, hansı miqyasda olacaq? Baxın, görürsünüz ki, birincidə bizə verilib Krişna ərazisi, bu olacaq lokal. Daha sonra Krişnanın Hindistanda xəritəsi mövqeyi göstərilib, bu olacaq yəni regional, yəni Krişnadan başqa digər bölgələr də göstərilib, bu olacaq regional. Daha sonra Hindistanın ümumi dünyaya nəzərən mövqeyi göstərilib, bu olacaq qlobal. Yəni birinci oldu lokal, ikinci oldu regional, üçüncü oldu qlobal. Daha sonra ikinci tab B-yə baxaq. Sel və daşqınlardan sonra dağılan ərazi məkanda təbii proseslərin dəyişməsinə nümunə göstərin. Gəlin göstərək. Yəni torpaq örtüyü dağılır. Sonra ərazidəki meşələr su altında qalır. Heyvanların miqrasiyası baş verir. Yəni çayın yatağı genişlənir və dağılır. Yəni bu kimi proseslər daşqın zamanı baş verir. Daha sonra ikinci tapşırığa baxaq. Avstraliya Sidney şəhərinin 1932 və 2023-cü illərdə çəkilmiş şəkilləri əks olunmuşdur. Bizə deyir ki, müxtəlif illəri şəkillərdə hansı fərqlərdən sadalaya bilərsən? Gəlin sadalayaq. Birinci 1932-ci ilə baxaq. Görürük ki, qədim Sidney verilib. Bu şəhərdə görürük ki, insan fəaliyyəti daha azdır. Yaşayış obyektləri azdır, sənaye obyektləri azdır. Köhnə binalar, köhnə çay limanı, köhnə körpü. Amma 2023-cü il şəklində görürük ki, yəni müasir binalar, sosial-iqtisadi binaların çoxluğu, müasir körpü, sonra müasir çay limanı. Yəni bu da oldu şəkil arasındakı fərq. Şəkillər məkanın hansı xüsusiyyətinə aiddir? Şəkildə məkan hansı xüsusiyyətinə aiddir? Bu məkanın dəyişilmə xüsusiyyətinə aid olacaq. Yəni məkan bilir ki, daima dəyişir. Yəni il keçdikcə məkan dəyişir. Bu olacaq dəyişiklik xüsusiyyətinə aid olacaq. B-nin də cavabı bu oldu. Daha sonra C-də baxaq. Deyir, Sidneydəki inkişaf təbii proseslərindən yoxsa insan fəaliyyəti nəticəsindədir? Təbii ki, insan fəaliyyəti nəticəsində olacaq. Çünki sosial-iqtisadi binaların çoxluğu gördük, sonra müasir köprülər gördük, müasir yollar gördük. Bu nədir? İnsan fəaliyyəti nəticəsində yaranır. Daha sonra D-yə baxaq. Təbii proseslərin və insan təsirli məkanda baş verən dəyişikliklərin nümunə yaz. Baxın, təbii proseslərə biz deyə bilərik ki, çay yatağının necə deyirlər, məcrasının dəyişməsi, sonra yaşıllar sayısı qlobal istiləşmə nəticəsində azalması və ya çox olması, sonra insan təsiri fəaliyyəti nəticəsində deyə bilərik ki, sosial-iqtisadi binaların tikilməsi, daha sonra körpülərin tikilməsi, yolların salınmasını biz bura misal çəkə bilərik. Daha sonra üçüncü tapşırığa baxaq. Üçüncü tapşırıqda deyir ki, aşağıdakı 3 paraqrafdan ibarət mətn verilmişdir. Mətni oxuyaraq suallara cavab ver. Gəlin A mətni oxuyaq. Sahil boyu ərazilərdə yaşayan sakinlər və müəssisələri tərəfindən atılan plastik tullantılar çimərlik və dənizlərə yığılır. Dəniz canlılarının plastik tullantılara qidalanması suda yaşayan heyvanların yaralanmasına və məhvinə səbəb olur. Yerli balıqçılıq sənayesi çirklənmə nəticəsində balıq növlərinin azalmasına zərər çəkir. Bu oldu A mətnimiz. B mətninə baxaq. Plastik çirklənmə ölkənin turizm əhəmiyyətli sahil boyu ərazilərində iqtisadi itkilərə səbəb olur.
Turistlər suya və çimərlikləri çirklənmiş ərazilərdən demək olar seçmirlər. Bundan seçmirlər. Bundan başqa plastik tullantılar su axını yollarını bağlayır və güclü yağışlar zamanı daşqınlara səbəb ola bilir. Çay və okeanlarda plastik tullantıların yığılması, həmçinin kimyəvi maddələrin əmələ gəlməsinə də səbəb olur. Bu da suyun keyfiyyətinə təsir göstərməklə insan sağlamlığına zərər verir. Bu oldu B mətnimiz. C mətninə baxaq. Plastik çirklənmə nəticəsində dünya okeanında zibillik adlandırılan böyük tullantılı sahələr əmələ gəlir. Plastik əşyaların parçalanması nəticəsində yaranan kiçik hissəciklər, yəni mikroplastik dünya okeanında yayılmağa başlayır. Bu da mikroplastiklər canlılar sağlamlığına mənfi təsir edir. Bu da oldu C mətnimiz. Daha sonra paraqrafda məkanın miqyasını uyğunlaşdırıb yazın. A paraqrafımız olacaq. Sahil boyu ərazilər yaşayan sakinlər deyir. Yəni bunların adda tullantılar deyirsə, bu olacaq lokal məkan. Belə olacaq. Ölkədən bəhs edir. Yəni ölkənin turizmindən bəhs edir. Yəni ölkə səviyyəsində bir çirklənmədən danışır. Bu olacaq B-də olacaq regional. C-də isə dünya okeanında dünya sözünü görürük. Bu olacaq nə? Qlobal. Yəni baxın. A-da oldu lokal, B-də oldu regional, C-də oldu qlobal. Daha sonra baxaq, burada bizə deyir ki, B-də deyir. Məkanın müxtəlif miqyaslarını hansı söz və ya cümlə əsasında müəyyən etdim və mətnin altından xətt çək. Birinci A mətninə baxaq, niyə lokal məkan dedik. Baxın, sahilboyu ərazilərdə yaşayan sakinlər deyir. Sonra müəssisələr tərəfindən atılan tullantılar deyir. Baxın, tullantılar deyir. Bu da nə olur? Həmçinin baxın, burada yerli balıqçılıq var. Yəni müəyyən bir ərazidən bəhs olunur da. Bu olacaq nə? Lokal məkanın. Daha sonra B-də baxaq. Plastik çirklənmə ölkə turizminə əhəmiyyəti. Sonra sahilboyu əraziləri iqtisadi itkilərə səbəb olur. Yəni fikir verirsə, bir ərazidən, bir sahilboyu ərazidən danışmır. Ölkənin bütün sahilboyu ərazilərindən danışır. Daha sonra görək. Baxın, burada da mətn verir. Məsələn, çaylardan okeanlara axıdılır. Bu nəticəsində də yəni regional problemdir. Yəni çayların axıdılması regionaldır və okeana töküləndə artıq qlobala çevriləcək. Daha sonra plastik çirklənmə nəticəsində dünya okeanında, baxın burada dünya okeanında sözü var. Buradan bunu götürə bilərik. Sonra dünya okeanında böyük tullantıları əmələ gətirir. Burada böyük sözünü görürük. Yenə burada dünya okeanında görürsə, bu olacaq nə? Qlobal məkan olacaq. C-də oldu artıq qlobal məkan. Daha sonra mətnin təmizləyib, mətnin üzərində işimiz hələ bitməyib. Baxın, mətndə yeni olan söz və ifadələrin mənasını izah et. Baxın, mətndə biz görürük ki, yeni bir söz görürük. Burada mikroplastiklər görürük. Mikroplastiklər nədir? Baxın, burada yazıb, elə tərifini yazıb. Plastik əşyaların parçalanması nəticəsində yaranan kiçik hissəciklərdir. Yəni bunlara mikroplastiklər deyilir. Yəni bu da oldu C-nin cavabı. D-yə baxaq. Deyir ki, mətndə sadılan problemin həllinə dair lokal, regional və qlobal miqyasda təkliflər yaz. Gəlin yazaq. Lokal miqyasda, yəni necə ərazi mühafizə edə bilərik? Sahilboyu əraziləri daha təmiz saxlaya bilərik. Sakinləri ekoloji maarifləndirmə işi apara bilərik. Daha sonra sənaye müəssisələrində tüstüsüz sənaye, tullantısız sənaye keçidini təşviq edə bilərik. Yəni bu oldu lokala. Sonra oldu regionala gedəcək. Ölkə daxilində sərt cəzalar, cərimələr tətbiq etmək olar. Daha sonra çaylarda və dənizlərdə təmizləyici qurğular yerləşdirmək olar ki, bu da necə deyirlər, ərazinin ekoloji tarazlığın yaranmasına səbəb olur. Həmçinin zibillərin çeşidlənməsi həyata keçirmək olar ki, bu da regional problemdir. Regional problemin həllidir. Bəs qlobaldan ola bilər. Qlobalda da biz nə edə bilərik? Səmərəli hər kəs səmərəli istifadə etməlidir. Daha sonra plastik tullantılardan az istifadə, sonra bacardığımız qədər əşyaları, yəni zibil qutusuna atmaqla, yəni qlobal problemi həll edə bilərik. Həmçinin ölkələr bir-birlərinə dair sazişlər imzalayaraq da necə deyirlər, ölkənin qlobal problemdə çirklənmənin qarşısını ala bilərlər. Daha sonra mətninə uyğun bildiyin başlıq yaz. Mətninə uyğun biz yaza bilərik ki,
ətraf mühitin qorunması, insan və təbiət kimi başlıqlar yazmaq olar. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Sağ olun.